Mən hər bir pasiyentimin ağrısını öz ağrım kimi hiss edə bilirəm və buna yanaşmanı da heç zaman ləngitmədən bütün tədbirləri edirəm. Mənə görə məsələ belədir. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde. Türkiyənin məşhur müğənnisi Volkan Konak bir mahnısında belə deyirdi: Doktorlar haradan bilsin insanın canının ağrısını? Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur. Xeyr, mən bu fikirlə tamamilə razı deyiləm. Həkimlər doğrudan da çox soyuqqanlı deyil. Mən tərsini deyərdim. Həkimlər daha çox sentimental, çox həssas, hər bir məsələyə tamamilə fərqli yönümdən baxan və əsl həkim öz pasiyentin ağrısını öz ağrısı kimi hiss edib ona necə tədbir görərsə, pasiyentinə eyni qaydada tədbir görə bilən həkimdir. Mən hər bir pasiyentimin ağrısını öz ağrım kimi hiss edə bilirəm və buna yanaşmanı da heç zaman ləngitmədən bütün tədbirləri edirəm. Mənə görə məsələ belədir. Doktorlar da ne bilir ciğerin acısını, ciğerin acısını.